Dostlar, müzakirəmizi biz davam edirik. Qalatiyaların məktubu 1-ci fəsil. Keçən səfər biz Qalatiyaların 1-ci fəsildən oxuduq ki, deməli, Həvari Pavl nə insanlardan, nə də ki, insan vasitəsilə yalnız, deməli, İsa Məsihin və onu ölülər arasından dirildən Ata Allah vasitəsilə Həvari təyin olundu. Bu haqda danışdıq və sonra da dedik ki, Həvari Pavl deməli məqsədi nə idi bu məktubu yazıb? Deməli deyir ki, mən heyrətə gəlmişəm, mən çaşbaş qalmışam. Necə oldu ki, birdən siz bu yoldan, yəni ki, bu müjdəni ki, siz qəbul etdiniz, bu müjdəyə ki, siz inandınız, birdən döndünüz, tam başqa bir müjdəni qəbul edirsiniz. Qaldı ki, o müjdə yanlış bir müjdədir, Rəbdən deyil və kim, yəni ki, tək bir müjdə var. Kim başqa müjdəni yayırsa, Həvari Pavl deyir ki, nə olsun ona? Lənət olsun. Lənət olsun. Lənət olsun ona. İstər deyil biz, yəni özünə də aiddir, Həvariyə də aiddir. İstər biz, istər bir başqa bir möhtəşəm bir insan olsun, kim olsun belə, əgər yanlış bir müjdəni çatdırırsa və deyir ki, yox, bu belə olmamalıdır, bu belə olmalıdır, bu cür yaşamasan xilası əldə etməyəcəksən, onu bilin ki, deyir, bu Allahdan, yəni Rəbdən deyil. Biz Rəbdən aldığımız müjdəni sizə çatdırdıq və bu müjdəni siz inamla qəbul etdiniz və bu müjdə sizi xilas edir. İndi gəlin, ardını oxuyaq 11-ci ayədən. Baxın, Həvari Pavl nə deyir? Deməli, ümumiyyətlə, Pavl İsa'nın həvarisi necə oldu? Bu haqda danışır. Niyə bu haqda danışır? Yenə də gəlin bir yerdə müzakirə edək. 11-ci ayədən oxuyaq, dostlar. Qardaşlar deyir, sizə bəyan edirəm ki, mənim yaydığım müjdənin mənbəyi insan deyil. Kimdir mənbəyi? Allahdan. Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhiy vasitəsilə açdı. Amin. Baxın, nə həvarilərlə görüşüb, nə bəzi məsihçilərlə görüşüb, ya kiminləsə belə rastlaşıb, kimsə ona çatdırsın, ya bir kitabı versin. O vaxt hələ bu 1-ci əsrdə İncil kitabı yox idi. Təzə yəni yazılırdı şagirdlərlə və İncil kitabının yarı hissəsi Həvari Pavlın məktublarıdır. Və deyir ki, mən bu nə insanlardan, nə insan vasitəsilə deməli, bu müjdəni mən aldım, nə də ki, insan tərəfindən öyrənildim. Bunu deyir, mənə İsa Məsih vəhiy vasitəsilə açdı. Necə açdı? Bu haqda danışacaq. Amma baxın nədir? İndi öz haqqında deyir, mən də deyir, əvvəl müjdəyə qarşı idim. Yəni, mən onu qəbul edə bilmirdim. Kim ki mənə rast gəlirdi, yəni ki, bu məsihçilərdən, kim bu müjdəni qəbul edirdi, müjdə ilə yaşayırdı, mən ona xorla baxırdım. Mən ona nifrət edirdim. Niyə? Çünki bu Yahudi idi. Bu dindar adam idi. Bu Allahın yolunda idi, elə də başa düşürdü. Qanun vasitəsilə yaşayırdı və baxın necə yazılıb, deyir ki, Yahudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım. Siz təsəvvür edin, əgər bu bizim dövrümüzdə olsaydı və Həvari Pavl Yahudi olaraq, demirəm ki, məsihçi olaraq, Yahudi olaraq bura gəlsəydi, nə edərdi? Buranı dağıdardı.
əl qolumuzu bağlayıb kimə təslim edərdi? Büyük mağazalarına. Yahudilərə, baş kahinlərə, yəni Yerusəlimə gətirər. Budur. Bunlar insanları yoldan çıxardır. Bunlar insanları aldadır. Bunlar deyir ki, Musa Peyğəmbərin Tövrat kitabı ilə yaşamayın. Qanunla, yəni ki, necə yazılıb yaşamayın. Və İsa Məsih haqqında, nazaretli bir İsa var. Onun haqqında danışırlar, deyirlər ki, o Allahın oğludur. Qaldı ki, biz Ətik kitabında heç oxumuruq və görmürük ki, İsa Məsih haqqında deyilsin ki, o Allahın oğludur. Allah birdir, Allah təkdir. Onun oğlu ola bilməz. Yəni, Həvari Pavl, Yahudi olaraq, Yahudi dininə bağlı olaraq bu cür yaşayırdı və doğrudan da Allahın cəmiyyətini, yəni məsihçiləri təqib edib, onun bu cəmiyyəti dağıdırdı. Sonra da biz oxuyuruq ki, Yahudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha belə irəlidə idim. Ürəyi yanırdı. Qeyrətlə, bilirsiniz necə? Doğrudan da bu cür çalışırdı. Ata-babalarımın deyir, ədət-ənənələrinin deməli qeyrətini həddindən artıq çəkirdim deyir. Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah öz oğlu ilə bağlı müjdəni başqa millətlər arasında yayım deyə onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. Yerusəlimə məndən qabaq həvari olanların yanına da getmədim. Yəni onlarla görüşməyib, o saat ora getmədi, soruşmadı, bu necə olan bir şeydir, bir mənə danış ki, bəs necə oldu ki, birdən bu döndü? Necə oldu ki, birdən həvari Pavl, yəni ki, həvari deyildi, İsa'nın elçisi deyildi. Necə oldu ki, birdən bu İsa'nın elçisi oldu? Əzizlərim, gəlin bu haqda Həvarilərin kitabını açın, zəhmət olmasa və biz oxuyaq. 9-cu fəsildə deyilir, amma biz 9-cu fəsili yox, 22-ci fəsili oxuyaq. Həvarilərin işləri 22-ci fəsil. O da bir mövzu oldu, o qabağıma rastlaşır bir şeylə rutinə gəldi. Açdınız dostlar. Çox gözəl. Gəlin, deməli, Həvarilərin işləri 22-ci fəsildən oxuyaq. 3-cü ayədən başlayaraq 3-dən 5-ə qədər. Elçin qardaş, zəhmət olmasa oxu. Həvarilərin işləri necə lan? Mən bir Yəhudiyəm. Kilikiyanın Tassus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb, Qamliyelin yanında ata-babalarımızın qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bugün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım. Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim. Bura qədər, çox sağ olun. Baxın, əzizlərim, qulaq asın. Deməli, burada deyilir ki, Həvarilərin işlərində deyilir ki,
Həvar Paulu bir məsihçi kimi onu da həbs etdilər. Onu həbs etdilər və hökmdarın qarşısında duraraq özünü müdafiə edir. Deyir ki, qardaşlar, atalar, indi mənə deyir, qulaq asın. Mən deyir, bir Yahudiyam. Sizi kimi mən də bir Yahudiyam. Sonra da deyir ki, mən harda doğulmuşam? Deyir, Kilikiyanın Tarsus şəhərində doğuldum. Tarsus şəhəri hal-hazırda, indi də bu şəhər var, Türkiyədə, deməli, bir şəhərdir. Amma o vaxtı Kiçik Asiya vilayətində idi. O dövrdə, yəni Həvar Paulun dövründə Kiçik Asiyaya aid idi bu şəhər, Kilikiyada. Və o şəhərdə ümumiyyətlə o şəhər inkişaf olunurdu. İnkişaf olunurdu və o şəhərdə elə bil ki, təhsil naziri var idi. O şəhərdə yaşayanlar böyük bir təhsil alırdılar və alim çıxırdı. O Yahudi olaraq, baxın necə deyir. Deyir, Gamliyelin yanında ata-babalarımızın qanununa bağlı ciddi bir təlimdir almışam, deyir. Gamliyel kim idi? Gamliyel bir dindar bir adam idi. Daha doğrusu dindar bir alim idi. Məşhur bir insan idi. Onun atası da alim olub. Atasının adı Giley olub. Deməli, Gileyin oğlu Gamliyel Həvari Paulu vaxtı ilə dərs verirdi, başa salırdı. Və Həvari Paul, bilirsiniz necə? Bax, burada oturanlardan hamıdan üstün idi. Qanuna danışırdı. Belə deyək də, Tövrat kitabını əzbər bilirdi. Götürək, baxın, Tövrat kitabının hansı bir ayəni götür, onu əzbər bilirdi. Yəni, ümumiyyətlə, Tövrat kitabından əlavə bütün əhd-ətiqi çox gözəl bilirdi. Alim bir adam idi da. Alim bir adam idi. Həvar Paul. Bəli, Yaxud idi. Və deməli, təlim almışdı. Yəni ki, öz haqqında danışır burada. İndi özünü müdafiə edir. Mən də deyir, sizi kimi idim, amma siz axı məni çox gözəl tanıyırsınız. Mən harada doğulmuşam, harada təhsil almışam, kim mənə dərs verib və necə mən yəni buraya gəlib çatmışam, bir alim kimi olmuşam, belə deyək də. Və baxın, sonra da deyir ki, hamınızın bugün etdiyi kimi, yəni ki, necə ki, siz də məni təqib edirsiniz, siz də məni həbs etdiniz. Siz indi məni qınayırsınız. Deyir, hamınızın bugün etdiyi kimi mən də Allah namına qeyrət çəkirdim, deyir. İsa yolunda olanları nə edirdi? Oxuyun. Necə yazılıb? Ölüncəyə qədər təqib edir. Ölüncəyə qədər təqib edirdim. Və fərqi yoxdur. Qadın, kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salırdım. Yaxşı edirdi, pis edirdi. Öz aləmdə yaxşı edir. Öz aləmdə doğrudan da yaxşı edirdi. Doğrudan da, çünki o dindar idi. Elə başa düşürdü ki, Allah namını edir. Çünki onlar doğrudan da yoldan çıxıblar. İnsanları yoldan çıxardırlar. Allahdan elə bir ki, bu insanları, Yahudiləri, soydaşları uzaqlaşdırırlar. Rəbb Allahdan uzaqlaşdırırlar. Və sonra da baxın necə deyir. Deyir ki, mənim dediklərim barədə bu baş kahini görürsünüz, deyir. Baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. O vaxtı bilirsiniz, bu ağsaqqallar məclisi, yəni ki, bu necə ki, bizim dövrümüzdə parlamentdir, milli məclis, onların da bu ağsaqqallar Sinedrion deyilirdi. Bu məclisi var idi. Bu məclisin həm də ki, Həvari Paul üzvüsü olub. Ağsaqqalların üzvü olub. Bəli. Və o da məhkum edə bilərdi. Bir qayda çıxarda bilərdi. Yadınızdadır, Həvarilərin kitabında oxuyuruq, Stefan adlı bir məsihçi var idi.
Stefan deməli vəz edəndə onun əl-qolunu bağlayıb ağsaqqalların məclisinə gətirdilər. Dedilər ki, öz barədə danış ki, sən bu nə olan bir şeydir, sən insanları niyə yoldan çıxardırsan? Bu da deməli əhd-əhdiqdən başlayaraq vəz etməyə başladı və İsa Məsih haqqında danışdı. İsa Məsih haqqında danışaraq bu insanlar, bu baş kahinlər idi, ağsaqqallar, yəni bax orada oturan dindarlar, ilahiyyatçılar qulaqlarını yumub heç bunu eşitmək də istəmirdilər. Deyirdilər ki, o ölümə layiqdir. Onu daşqalamaq lazımdır. Onu oradan çıxardaraq küçəyə çıxartdılar. Qaldı ki, bax Həvari Pavl da orada deməli o vaxtda cavan bir şəxs idi. O da onlarla bir yerdə əlbir idi. Onu deməli həmin o Stefanı daşqalayanda Stefan gözlərini yuxarı deməli göylərə qaldıraraq İsa'nı gördü. İsa'nı gördü. Deməli Ata Allahın sağında elə bil ki taxtı görüb, sağında elə bil ki oturaraq birdən elə bil o taxtından durub belə deyək Stefanı qarşılamaq istəyir. Budur deyir, göylər yarılıb və mən Məsihi görürəm. Onu eşidərək hərəsi, indi istər balaca bir daş, istər böyük bir daş götürərək ona tərəf atdılar, onu daşqaladılar. Və Həvari Pavl da orada iştirak edirdi və deyir ki, mən də bu cür idim. Hətta mən onlardan deyir Dəməşqdəki, yəni bu məsihçilərdən Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda onların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə də deyir gətirməyə gedirdim. Hər bir insan, hər bir belə deyək hər bir kəs baş kahinləri gəlib onlardan məktub ala bilməzdi. Amma Həvari Pavl yaxınlaşaraq onlardan məktub, yəni icazə ala bilərdi və alırdı. Və baxın necə Dəməşqdə olanları da o məsihçiləri tapıb əl-qolunu bağlayıb Yerusəlimə gətirirdi. Və günlərin birində, indi isə 6-cı ayədən biz oxuyuruq. Günlərin birində bu Dəməşqə gedirmiş ki, orada da olan məsihçiləri gətirsin. Yazılıb ki, mən günortaya yaxın yolda Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı. Mən yerə yıxıldım. Eşitdim ki, bir səs mənə belə deyir: Şaul. Deməli, onun əsl adı Şaul olub. Paul niyə deyilir? Çünki o Roma vətəndaşı olaraq ona ikinci ad verilirdi. Çünki Roma vətəndaşı olmaq üçün Yahudi adı ilə yəni icazə verilmirdi. Gəl sənin Roma bir adın olmalıdır ki, Roma vətəndaşlığı alasan. Buna görə də bunun iki adı var idi. Bir, Yahudi kimi ata-anası necə ona ad verib, Şaul. Bir də ki, onun adı Roma vətəndaşlığı ki alıb, adı Paul idi. Paul da ki, yəni ki, hamı onu Paul kimi də tanıyırdı. Amma İsa Məsih, baxın, ata-ana səni necə adlandırıbsa, eləcə də göylər yarıldı, eləcə də göylərdən bu bir səs eşitdi. Mənə belə bir səs deməli eşitdim. Dedi ki, Şaul, məni niyə təqib edirsən? Mən soruşdum. Sən kimsən? Qorxudan soruşdu həm. Ağam, sən deyir kimsən? Sizcə İsa'nı gördü, görmədi? Gördü. Yazılıb ki, işıq parladı. Gördü. Bir anı gördü də, yəni. Kəlamda deyilir ki, gördüm. Mən deyir İsa'nı gördüm. Mən onu sonra bəlkə də oxuyaram sizin üçün. Yadıma salarsınız. Yazılıb ki, gördüm. Sonra da bu işıqdan doğrudan da gözləri tutuldu, kör oldu. Deyir, ağam, sən deyir kimsən? Səs də demir İsa. Səsi eşidir. Burada deyir ki, mən bu səsi eşidirəm.
Amma İsa'nı görüb. Deyir, səs mənə dedi. Mən sənin təqib etdiyin Əmin adam. o ki, sən məni elə adlandırırsan, mən deyirəm. Mən razıyam. Nəzarətli İsa'yam. Demir Allahın oğlu. Yox, mən nəzarətli İsa'yam deyir. Yanımdakılar işığı görsələr də mənimlə danışanın səsini eşitmədilər. Mən dedim, ya Rəbb. Baxın, bir diyaloq kimi belə söhbət gedir, ünsiyyət. Deyir, ya Rəbb, mən nə edim? Rəbb mənə dedi, qalx, Dəməşqə get və icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək. O işığın parladığından gözlərim deyir, tutuldu. Yanımda olanlar əllərimdən tutub və məni deyir, Dəməşqə apardı. Mən artıq heç nə görmürəm, gözlərim tutuldu. Raf, yəni ki, o nur işığı deyə gözü tutuldu. Yoxsa bu belə olmalıydı, bu gözü tutuldu. Yəni o Bilirsiniz, əzizlərim, Allahı Musa görəndə görmədim, başın qaldı. Ümumiyyətlə, İsa Məsih göylərə şöhrətlə, izzətlə qalxdı. O şöhrəti, o izzəti görəndə gözləri tutuldu. O işığı gördü. Yəni ki, bu işıq İsa Məsihdən gəlirdi. Adi bir insan deyil. Onu görəndə gözləri tutuldu. Anladınız? Dostlar, gözləri tutulandan sonra bunun əlindən tutub aparırlar Dəməşqə. Bu Dəməşqdə nə çörək yer, nə su içir, belə ac qalır. Elə Qorxur da. İndi dualarda da durur. Və ona vəhiy verilir. Birinci vəhiy verilir ona görüntüdə ki, sənə Ananiya adlı bir şəxs gəlib, üzərinə əllərini qoyub, sənin üçün dua edəcək və sənin gözlərin açılacaq. İsa ona, yəni Həvar Paula deyir ki, bax, elə bir şəxs, Ananiya adlı şəxs gəlib, sənin üçün dua edəcək. Və gecə yarı yuxuda Hananiyaya, yəni ki, İsa Məsih görünür və deyir, Hananiya, deyir, mən buradayam. Gəlin bunu da oxuyaq. Hə, oxuyaq dostlar. Oxuyaq, hələ 22-ci fəsildə yazılıb elə. 12-ci ayədən. Deməli, orada Hananiya adlı bir mömin kişi var idi. Bu adam qanuna əməl edir və o şəhərdə yaşayan yahudilər arasında hörmət sahibi idi. O mənim yanıma gəlib dedi, qardaşım, Şaul, qoy gözlərin açılsın. Dərhal gözlərim də açıldı, deyir. Yəni, Hananiyaya İsa Məsih yuxuda göründü. 9-cu fəsildə də deyilir ki, Hananiya, qalx. O da deyir ki, ya Rəbb, buradayam. Get filan yerə, filan yerdə filan kəsi görəcəksən. O səni röyada, vəhidə görüb. Sən onun üzərinə əllərini qoyub, onun üçün dua eləklə ki, gözləri açılsın. O da deyir ki, ya Rəbb, mən necə gedim? Sən axıb, yəni ki, bütün məsihçilər, sən də yəni, xəbərsiz deyilsən, ya Rəbb. Bu nə üçün gəlib bura, Dəməşqə? Bizi təqib etmək üçün. Əl qolumuzu bağlayıb, bizi baş kahinlərə təhvil etmək üçün. Yəni ki, bax, bütün məsihçilərin xəbəri var. Nə üçün gəlib? Deyir, qalx, artıq o mənə iman etdi. O artıq mənə dua edir. Bax, bu sözlərdən sonra, baxmayaraq ki, yenə də indi qorxa-qorxa Hananiya, deməli, Həvar Paulun yanına gəlir. Hananiya nə edir? Onun üçün dua edir, onun gözləri açılır. O saat deməli Həvar Paul vəftiz alır və ondan sonra da İsa Məsih haqqında bütün insanlara şahadət edir. Amma buna baxmayaraq yenə hələ ki cəmiyyət bunu tanımır. O gəl cəmiyyətdə də onun haqqında danışsınlar. Hələ Hananiya onun haqqında da danışıb, söyləyib ki, bu da artıq Məsihçidir. İsa Məsih ona necə açılıb və s. Sonra da baxın, dostlar, başqa bir adamı İsa Məsih
Həvari Paulun yanına göndərməyib. Kimi göndərib? Yazılıb ki, bu adam, yəni Hananiya, mömin bir kişi idi bu bir. Sonra da qanuna əməl edirdi. Yəni ki, o da elə bil ki, Həvari Paul kimi qanunu çox gözəl bilirdi. Bax, onu kimi ona bərabər bir insan olmalı idi ki, onunla danışaraq İsa Məsihdən söyləsin, ona sübut etsin. Anladınız? Dostlar, adi bir insan gəlsəydi, nə bilim necə olardı. Amma onun belə deyək də səviyyəsində olaraq Hananiyada Həvari Paul kimi çox gözəl kəlamı bilirdi və kəlamı söylərdi. Üstəlik də ki, onun üçün dua elədi, gözləri də açıldı. Və bundan sonra da dostlar, Həvari Paul, Pavel deyirik, indi Paul da yazılıb elə. Biz Qalatiyaların məktubunda oxuyuruq ki, deməli, İsa Məsih haqqında söyləməyə başladı. Amma baxın dostlar, Yerusəlimə getmədi, qayıtmadı. Həvarilərlə görüşmədi. Onlardan soruşmadı, necə olan bir şeydir. Yox. Yazılıb ki, Qalatiyaların məktubunda biz oxuyuruq ki, deyir ki, mən Yerusəlimə məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim. Sonra da yenə də Dəməşqə qayıtdım. İndi Ərəbistana niyə getdi? Yəqin ki, İsa özü onu açdı ki, sən ora get. Burada səni qəbul etməyəcəklər. Ərəbistanda qəbul edəcəklər onu. Ərəbistanda isə, bax, orada həmən o yerdə olaraq, xeyli vaxt qalaraq Ərəbistanda, orada o qədər vəhiy alıb. Necə ki, bayaq oxuduq, dostlar. Deməli, mən bu müjdəni nə insandan almadım, nə də ki, insan tərəfindən. Mən bunu deyir, İsa Məsih vəhiy vasitəsilə aldım. Yəqin ki, bu Ərəbistanda oldu. İsa Məsih necə dünyaya gəldi. İsa Məsih bunu açırdı ona. İsa Məsih necə həvariləri seçdi, özünü necə seçib. İsa Məsih necə həvarilərlə bir yerdə Şam süfrəsində olaraq onlara əmr verdi ki, bax, bu cürdə Şam süfrəsində iştirak edin. Bu haqda biz Korinflərin məktubunda da oxuyuruq. Necə çarmıxa çəkilib, necə onu deməli şagirdlər də inkar etdilər. Yəni ki, hamısı belə deyək də, hamısı qaçaraq onunla qalmadı. Həvari Petr yadınızdadır, dedi ki, hamı səni tərk etsə belə, mən səni tərk etməyəcəm. Tərk etdi. 3 dəfə şey elədi. Tərk etdi, 3 dəfə inkar etdi. Bəli, xoruz hələ banlamadı, 3 dəfə deməli. Həvarilərdən biri idi. Necə? Hananiya da həvarilərdən biri idi. Onun haqqında Həvarilərdən biri idi Hananiya. bilirdi əlbəttə ki. Həvari idi. Yox, həvari deyil də, amma həvarilərdən xəbəri var idi və tanıyırdı. Hananiya adi bir, mömin bir insan idi. Həvari deyilmir ki, həvari olub. Həvarilər Yerusəlimdə idi. Bu isə Dəməşqdə olub, Suriyada. Deməli, dostlar, o qədər həvariyə İsa Məsih özü açır. Bax, bu belə olub, bu belə olub, bu belə olub. Məni necə çarmıxa çəkiblər. Pilatın qarşısında, vali Pilatın qarşısında necə durdum. Sonra da məni deməli qəbrə qoydular. Üç gün keçəndən sonra mən dirildim. Bu haqda, yəni dostlar, insanlar ona danışmayıb. Bütün bu müjdəni, biz bax, Lukanın müjdəsini oxuyuruq. Matanın müjdəsini oxuyuruq. Siz təsəvvür edin, heç nə onu, belə deyək də, bu haqda bu müjdəni insanlar buna açmayıb. Deməli, şimal tərəfdə bizim qardaşlarımız müjdəni yayırdılar və şimal tərəfdə belə bir az bir millətli bir xalq var. Onlar imana gəldi, iman etdilər. Amma onların dilində İncil kitabı yoxdur. İncil kitabı yoxdur. Nasıl yerdir ki ora? Qulaq asın. Maraqlısı bilirsiniz nədir? İncil kitabı yoxdur, amma İsa'ya iman etdilər. Necə İsa'ya iman etdilər? Nə vaxtsa bunlar balaca bir broşur tapdılar.
kimsə veribdi. Bu broşuru oxuyaraq bütün bu o ətrafda olan xalq iman etdi. Hamı oxuyur da təsdiqən hamısı. Amma İncil kitabı yoxdur. İndi bizim qardaşlarımıza gəlib bu xəbər gəlib çatanda, qardaşlarımız bizim bir neçə qardaşlarımız var. Kim tanıyır? Nikolay Stepanoviç və başqa bir qardaşlar. Oraya getdilər və onlarla görüşdülər. Görüşəndə soruşdular ki, bəs siz necə imana gəldiniz? Və onlarla söhbət edərək gördülər ki, bunlar çox gözəl müjdəni bilirlər. İncil kitabı olmayaraq bunlar İncili çox gözəl bilirlər. Soruşdular ki, siz hardan bunu bilirsiniz? Hardan xəbəriniz var? Dedi ki, bunu bizə İsa Məsih özü söyləyir. Necə? Və hələ kitabımız yoxdur. Hələ bizim dilimizdə kitab yazılmayıb, yoxdur. Paraşurlarla. Amma biz onunla dua edirik və İsa Məsih bizə bu müjdəni açır. Vəhiy vasitəsilə. Hər şey də bilirlər kitabın içində. Siz təsəvvür edin, qardaşlar da bu səsi eşidib. Hər dəfə bunların toplantısı olanda, bunların, bax bu necə ki, bax, bizim bir toplantımız var ha, bu böyük bir möcüzə idi. Bax, onların toplantısında bir səs gəlirdi. Bunların dilində hər an. Onların dilində kimsə onlarla danışırdı. Müjdəni də nə yazılıbsa onu deyirdi. Siz təsəvvür edin. Onlar da diqqətlə qulaq asırdılar. Müjdəni diqqətlə qulaq asırdılar. Və sonra da deyirlər ki, İsa Məsih özü deyir, danışır bizimlə. Amma bir vaxt keçəndən sonra onların dilində də kitab çıxdı. Kitab çıxan kimi o saat daha səs gəlmədi. Anladınız? Çox maraqlıydı. İndi Həvari Paul da Ərəbistanda olaraq, qanunu çox gözəl bilirdi. Tövrat kitabını çox qəş əzbər bilirdi. Amma müjdəni bilmirdi. Bu müjdəni də necə ki biz oxuyuruq, bu müjdəni İsa Məsihin vəhiy vasitəsilə ona açıldı. Yəni İsa Məsih ona dəfələrlə onunla ünsiyyətli olaraq açırdı. Belə yox, bax belə idi. Belə yox, belə idi. O məktubların hamısı o gözəl yazıblar. Qanun dilində savadlı şəxs idi. Bəli. Sonra da dostlar, sonra da Dəməşqə qayıdır. Dəməşqdə də cəmiyyətdə olaraq orada da vəz edir. Bacı qardaşlar arasında olaraq İsa Məsih haqqında vəz edir. Sonra da biz oxuyuruq ki, 3 il keçəndən sonra Peter ilə, bu burada yazılıb Kefa yəni ki İbrani dilində, Yahudi dilində, Yunancan isə Peter deməkdir. Peter adını, onun əsl adı Şimondur. Peterdəki İsa Məsih ona ad verib. Peter daş deməkdir. Bu daşın üstündə mən cəmiyyət quracağam. Deməli, 3 il keçəndən sonra Peter ilə tanış olmaq üçün Yerusəlimə getdim və 15 gün onun yanında qaldım. İndi siz təsəvvür edin, 15 gün onun yanında qalaraq, yəqin ki, Peter ilə bir yerdə küçəyə çıxaraq Peter dedi, bax, burada İsa Məsih ilə bir yerdə oturub çörək yemişik. Burada deyir, mən İsanı görəndə ağlayırdım, deyir. Çünki 3 dəfə inkar etmişəm. Yəqin ki də göstərdi. Həvarinin hər bir şeydən məlumatı var. Amma Peter isə göstərir. Burada belə olub. Bu da onun çarmıqda çəkildiyi yeridir. Bu da Qalqofadır. Sonra yavaş-yavaş küçəni gəzərək, Yerusəlim gəzərək göstərir ki, bu da onun qəbri. Bax, gör, boşdur. Siz təsəvvür edin. 15 gün Peter ilə bir yerdə Yerusəlimdə qalaraq Həvari Peter ona göstərirdi, yerləri də göstərirdi. Bir yerdə də dua edirdilər. Həvari Peter onun üçün elə sevinirdi ki, bizim qardaş, bax səni İsa Məsih özü seçib. Necə ki məni, eləcə də səni seçib. Onlar bir yerdə 15 gün ünsiyyətli olublar. Və yalnız Rəbbin qardaşı Yaqubu gördüm. Başqa bir həvariləri daha görmədim, deyir. Yaqubu gördüm, bir də ki Peteri. Allahın önündə sizə yazdıqlarım yalan olmadığını mən deyirəm. Yəni ki inanın.
İnanın, mən də əvvəlcən mən bu müjdəyə zidd qarşı idim. Yəni ki, mən bu müjdəni qəbul etmirdim. Amma İsa Məsih özü bu müjdəni mənə açdı. Yahudiyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar heç. Yalnız bu sözü eşidənlər ya da eşidiblər yazılıb burada. Eşitdilər. Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir. Beləliklə mənə görə Allahı izzətləndirirdilər. Dostlar, mən bir neçə belə bir insanları tanıyıram, hansı ki doğrudan da nəinki bir neçələm özüm də mən bu müjdəyə qarşı dururdum. İnanmırdım. Mən də bilirsiniz gülürdüm insanlara. Mən də təqib edirdim. Amma nə vaxt ki mənə kəlam açıldı, nə vaxt ki bu müjdə mənə açıldı, bax bu gün də mən də sevinirəm və bu müjdəni sizə yayıram. Qoyuram hər birimizə xeyir dua versin. Amin.